Dərsimiz CSS-dir. CSS səhifənin gözəlliyini təmin edən bir style sheet-dir. HTML, CSS, JS yazaq. Tam olaraq bu şəkildə kimi. HTML ilə bunun, belə deyək, skeletini qurandan sonra bunun üzü, gözü, burnu necə olacaq, belə deyək, təyin edib, ayarlayırıq. CSS-lə. CSS-in açılış Cascade Style Sheet-dir, proqramlaşdırma dili deyil, Style Sheet-dir sadəcə. Okeydir. Gedək görək CSS saytımıza, daha doğrusu HTML-imizə necə qoşuruq. Okey, gedirik index HTML-i yaradırıq. Və burada bir dənə h1 tagi yazıb salam deyək. Burada div olsun. Burada da lorem yazsın. Onu live serverindən açıram. Okey. Burada adi HTML-i bilirəm. İşte bununla bağlı məncə heç kimin sualı yoxdur. Okey. Arxa sağ. Sualım var. Okey. Deməli, CSS-i biz HTML-ə 3 cür qoşa bilərik. Birinci variant inline. Hansı ki illərdə yazmıram. Necə yazılırdı? Style, özü kömək edir. Color, red. Gedək görək bu neyniyəcək. Rəngimi qırmızıya dəyişdim. Ardından background color black. Bu formada arxasını da dəyişdim. Bu cür CSS istifadəsinə hansı ki eləməyəcəksiniz, məsləhət deyil, inline CSS deyilir. Inline CSS. Okeydirmi? Birinci variantımız. İkinci variantımız. Head tagi daxilində style taginin içində yazmaq. Bu internal CSS-dir. Və selektorlar vasitəsilə yazacaq bunu. Style taginin daxilində gedib deyəcəm ki, bütün divlərə, naratomi, sintaksisi birazdan öyrəşəcəksiniz. Bütün divlərə deyirəm ki, gedib bir neçədən divimiz daha olsun. Div içində olsun. Misal üçün, adın nə idi? Yusif. Adın nə idi? Əsəd. Əsəd? Okey. Adın nə idi? Məryəm. Gedib deyirəm ki, bütün bunların hamısı divdir də, düzdür. Divlərin hamısı gedib olsun, nə bilim, nə maraqlı eləyə bilərik. Font family, kursiv. Bunların hamısı diqqət eləsək, biraz belə bərri bəzəkli oldu. Gəlin birini dəyişək, H2 eləyək ki, fərqi hiss eləyək. Getdi hamısı belə bəzəkli oldu. Görürəm ki, qalın yazılıb. Hələ ki, CSS kodlarına takmayın, qoşulmasına fikir verin. Font weight normal deyirəm. Bunlar qalın olmur artıq. Bunlara ətraflı gələcəm birazdan. Bu ikinci variantımız. Internal CSS. Internal CSS-in düstur kimi yadda saxlamaq lazımdırsa, hələ ki, bir çox variantımız vardır. Hələ ki, onlardan biri tagin adını yazıb, bəzəkli skopkalarımızı qoyub, curly brackets də deyirlər. Bəzəkli skopkalarımızı qoyub, bu kodumuzu, yəni yazmaq istədiyimiz CSS özelliklərini bura daxil etməkdir. Və gələk üçüncü və daha çox istifadə edəcəyimiz formata. External CSS. External CSS yenə internal CSS kimi head taginin daxilində link yazırıq
və link tagi vasitəsilə yazılır. Burada deyək ki, ul olsun, içində lilər olsun, içində salamlar yazsın və bundan olsun 5 dənə. Salamların içində sırayla artsın. Okey. Mən indi istəyirəm ki, bunların hamısı belə eləsəm qarışdırmazsınız, gözünüzü seçər. Okey. Mən gəlib deyərəm ki, burada lilərin, bütün li taglərim olsun color aqua. Nə üçün oldu? Neyse. Okey, bu formada. Bu isə adlanır external CSS. Hansı ki, daha çox istifadə edəcəyik. External CSS xarici fayla CSS-in yazılaraq HTML-də istifadə olunması ilə başa gəlir və link tagi vasitəsilə qoşulur. External CSS. Internal CSS və externalda, internalda yəni tagin üstü özünə yazmıramsa, mütləq gedib head tagin içində olmalıdır. Yəni, yadda saxlayın, bu head ilə body'nin arasında kod olmaz. Yazsaz işləyəcək, amma kod olmaz, okey? Yazmayın. Ya head'in içində yazarsınız, ya body'nin içində yazarsınız. Internal CSS style tagi daxilində, head'in içində kodlar yazılaraq olar, inline isə elementin özündə. Okey demək, sual var. Deməli, gedirsiniz. İndi sizə deyilməsə də artıq özünüz bəzi hissələri yazmış oldunuz. Hansı ki, burada gedib eyni səhifədə görəsiniz. İndi internal CSS-lə davam edəcəm. Burada tagin adını yazaraq gördük ki, nə qədər tag varsa hamısına təsir edə bilirik. Okey demək? Hə, bizim bəs istəsək ki, indi bu hissələri artıq silirəm, externalda silirəm, sadəcə internalımız olsun ki, external daha məsləhətdir, lakin belə deyək, ikisini də eyni yerdə görək də ki, nə iş gedir. Səhifəni də bölə bilərdim. Okey, neysə. Okey, öyrəniz istəyir. Okey, mən burada gedib bir neçə div tagi yazıram. Divə yazıram, salam, necəsən, neynirsən, sağ ol. Salam necəsən, neynirsən, sağ ol, gəlir. Mən bütün divlərimə qırmızı rəngi vermək, göy rəngi vermək istəyirəm. Neynirəm? Div deyirəm, color deyirəm, blue demirəm, indi deyirəm və gəlir, salam edirsən, sağ ol, neynirsən, mavi oldu. Yaxşı, bəs mən bu sadəcə neynirsəni dəyişmək istəyirəm. Okey, geçəm. Hə, mütləq qayda, hər tagin və yaxud ümumiyyətlə aidiyyatı yoxdur, yalnızca hər tagə bir ID olar və ID unik olar. Okey, bunu şəxsiyyət vəsiqələrimiz kimi düşünə bilərsiniz. Finimiz hər birimizə özəldir. Okey, təkrarlanmamalıdır. ID də həmçinin. Heç kimin 2 dənə şəxsiyyət vəsiqəsi olmaz, agent zad deyilsə. Ona görə gedib hər bir tagin bir dənə ID-si olacaq. Okey, ikinci ID yazmırıq. Hər tagin bir dənə ID-si oldu və ID-lər unik oldu. Yəni, birinci divin ID-si deyək ki, salamdır, ikinci divin ID-si də salam ola bilməz. Okey, salam 1 olar, salam 2 olar, amma salam ola bilməz. Okeydir? Gedirik görək bu ID-ni necə yazırıq. Gedirik, ID deyirik, ID-ni yazırıq. Və ID-yə deyək ki, yazırıq div 3. ID-ni seçmək üçün qarşısına DS bu formada hashtag yazırıq və artıq onu seçmiş oluruq. Deyirik ki, bu olsun, color, nə bilim, nə olsun?
Elə bir şey. Seçilməyən. Okey, gəldi bu. Yaşıl oldu. Yaxşı, deyək ki, mən həm bunu, həm də bunu qırmızı eləmək istəyirəm. Amma buna deyib dolaşmaq istəmirəm. ID verə bilmərəm. ID unique-dir. Class-dan istifadə edəcəm. Klası bu formada yazıram. Deyirəm ki, misal üçün text danger və gəlib burada eynisini deyirəm. Class olduğu üçün artıq mənim klassım başqa taglərdə ola bilər. Yəni klassı şey kimi düşünə bilərsiniz, paltar kimi. Yəni mən də qara paltar geyinə bilərəm, Rüfət də qara paltar geyinə bilər, Yusif də qara paltar geyinə bilər. Okeydir? Yəni bu formada. Gəlirəm indi. Buna deyirəm ki, class nöqtə vasitəsilə yazılır və gedək deyək olsun color red. Gəldi, artıq qırmızı oldu. Yaxşı. İndi class ki ID kimi deyil, bizim sadəcə köynəyimiz olmar da, kepka da taxa bilərik. Bu da həmçinin bir klassı başqa elementlərdə istifadə edə bilər. Bir və ya bir çox elementin çoxlu klasslar da ola bilər. Gedirəm text danger ilə yanaşı, boşluq qoyuram, artıq ikinci klassımı yazıram. Hansı ki, divdə bu əsla olmazdı. Burada ancaq bir dənə olur. Bəli. Class ID ola bilər, ID class ola bilməz. Class tam ayrı şeydir, ID tam ayrı şeydir. Misal classdan bir dəfə istifadə edə bilərəm də. Classdan ürəyin istəyən qədər istifadə edə bilərsən. ID-dən işini görə bilər. Hə, işin görmək cəhətdən deyirsənsə. Misal ID-dən bir dəfə istifadə edirəm, classdan da bir dəfə istifadə edə bilərəm. Amma classdan 2 dəfə, ID-dən 2 dəfə istifadə edə bilmirəm adlarını. Biz də onu deyirik də, yəni klassdan bir çox istifadə edə bilərsən. Dən yazım şey eləyəcəm, Artam. Yazdıqca görəcəm. Üzərində gedəndə görəcəm. Misal üçün burada gedirəm, BC warning yazıram. İkinci klassımda yazmış olum artıq. Burada ikinci klassımı yazıram. Bura BC warning deyib background color yellow deyirəm. Artıq inspectdən gedib baxsam, görərəm ki, bura klik elədim. Bunun iki klassı var. BC warning nəticəsində buna sarı təsir eləyir. Text danger vasitəsilə buna qırmızı təsir eləyir. Amma buna misal üçün gedib ikinci ID verə bilməzdik. Amma class verə bilərdik. Gəlirəm bura eyni klassı verirəm. Hətta bu ikisini birdən verirəm. Onda ikinci klass niyə lazımdır? Lazım deyil, belə verirəm. Gəlir, buna da təsir eləyir. Amma diqqət edirsə, qırmızı təsir eləmədi. Çünki important götürür yazılır. Important deməyək, çünki important ayrıca da onu keçəcəm. Spesifik uşaqlar. Spesifik üstünlüyü var bizim taglərimizin. İndi hələ ki əlimiz öyrətsin deyə burada bunlar bizim uşaqlar əsas selektorlarımız olacaq. Selektor nədir? İşte adından da göründüyü kimi seçicilər. Biz tagə görə seçə bildik. Bunun söz olaraq ifadəsi bütün div taglərini seçirəm. Aşağıdakının ifadəsi nə olar? ID-si div3 olanı seçirəm. Və bunun mənası klassı text danger olanları seçirəm. Olanları seçirəm. Okey, bu formada seçirik. Bu selektorlardan uşaqlar ən çox bunlardan istifadə eləyəcək. Amma baya çox selektorumuz var. Göstərəcəm. Amma hələ ki bir
ön göstərim olaraq tam olaraq bu qədər selektorumuz var. Narahat olmayın, bu göstərdiklərimi ən çox istifadə edəcəksiniz. Qalanlarını elə də istifadə edəməyəcəksiniz, amma qalanlarını da bilməlisiniz. İşi bizə yarayacaq və ya sual kimi ola bilər. Zaten çətin bir şey deyil. Yəni biraz qavradınız, çox asandır. Okey. Bayaq diqqət elədinizsə, mən bu neynirsən gedib demişəm ki, text danger və BC warning, lakin arxası sarı olub. Inspektdən gedək baxaq, görək buna nə təsir edir, nə eləmir. Baxıram ki, bunun qabağından xətt çəkilir. Üstünə gəlirəm. Niyə elədiyini deməliydi, demədi. Ok, neyse, deməsin, özümüz eləyərik. Bunun üstündən niyə xətt çəkir? Çünki burada da color dəyəri var. Burada da color dəyəri var. Klassda deyir ki, sənin rəngini dəyişirəm. ID deyir ki, sənin rəngini dəyişirəm. Amma burada specifity söhbəti var deyə. Specifity nədir? Belə deyək. Bizim CSS selektorlarımızın öncəliyi söhbəti var. Başqa sözlə desək, sözünün keçməyi. ID-nin sözü ən çox keçən uşaqlar. ID deyirsə ki, belə olacaq, belə olacaq. Əgər important yoxdursa, gələcəm orada. Okeydirmi? Onu hardan bilirəm? Gəlirəm bura, baxıram ki, text danger'ın specificity 0, 1, 0'dır. Bunu ikili say sistemi bilirsiniz də. Bilmirsinizsə 100-dən yadda saxlayın, problem yoxdur. Yəni 100 kimi düşünün. Bu 10 deməkdir, düzdür? Amma belə əslində 2-dir. Okey. Baxın, bunun spesifikisi bu qədərdir. 0, 1, 0. Bunun spesifikisi 0, 1, 0'dır. Bərabərdirlər. Bunun spesifikisi 1, 0, 0'dır. Və yəni 4 2-dən böyükdür ikili say sistemində. 100-lük kimi baxsaq 100 ondan böyükdür. Dolayısıyla bunun sözü bundan daha yüksək olacaq. Okeydirmi? Və bəli, necə? Important var, hamısını əzir göstərəcəm. Və tagimizin özü var. O isə ən aşağı spesifikliyə sahibdir və 1-dir. Okeydirmi? İndi mənə olaya keçməmişəm mənə. Belə deyək, bax, mən demək istəyirəmsə ki, bunları götürürəm. Həm text danger, həm də BC warning-ə sahib olanlara təsir elə. Burada, misal üçün, bayaq göstərdiyim hissədə. Baxın, görün, bu nə işə baxır? Neyse, yaxşı göstərmirəm, amma başa düşmək olar. Və deyir ki, bu formada bütün P taglərini seçirəm, hansı ki intro klassı var. Və bundan istifadə edib mən də bənzər bir şey yazacağam. Deyəcəm ki, bəs text danger klassına nöqtə birləşik yazıramsa, bax, unutmayın. Birləşik yazmaqla ayrı yazmağın fərqi var, gələcəm onlara. Həm text danger, həm də BC warning-a sahib olanlara color misal üçün belə ya da belə bir şey. Bunun spesifikisi neçə olar uşaqlar? 2 klasım var. Bir dənə olanda 10 idi, hə. 2 dənə olanda aysa 0, 2, 0. 0, 2, 0 bundadır, düzdür? Bunda da 0, 1 də, düzdür? Deməli, bu da color deyir, buradakı kodumda. Buradakı kodumda color deyir, düzdür? Kimin sözü keçər? Niyə? Spesifikisi yuxarıdır. Gedib baxacam ki, bu gəlib, bənövşəyi olub, hansı ki, bayaq vermişəm. Səbəbi nədir? Görürəm ki, baxın, kodum təsir eləyir. Aşağıda görünür bu formada. Lakin həm divi əzib, həm
bir dənəli klassa əzib. Çünki bunun spesifisi 001-dir, bununki 010-dir. Buna onsuz da dəyib dolaşan yoxdur. Bu tam ayrıdır, yəni ayrıca bir klassdır. Həm də dəydiyi bunun da spesifisi 101-dir, amma bunun belə deyək, kollarla işi yoxdur da. Ona görə çox konflikt vermir. Bu isə 020-dir deyə belə oldu. Yaxşı, mən gedib buna ID verib desəm ki, sən də ol div1 və bu div1-ə desəm ki, color rəng qalmadı. Qara olsun. Buna indi uşaqlar təsir eləyənlər. Bunu atım aşağı. Atmadım. Budur, budur, budur və budur. Şimdi nə rəngdə olacaq bu? Qara deyənlərlə qaldırsın. Bənövşə deyənlərlə qaldırsın. Fikir olmayanlarla qaldırsın. Okey, dürüst. Uşaqlar qara olub. Kim deyər niyə? Çünki spesifik Ən sol arxa. Müqayisə elədi. Sağ ol. Ver. Yaşa. Tam olaraq. Okey uşaqlar. Yaxşı. İndi mən belə bir şey yazsaydım. Bunu gətirirəm. Qoyuram bunun qabağına. Bunun spesifisi nə oldu? Aysa 120 olduğu üçün heç seçilmir, amma əslində bənövşə ilə bu biraz düzəldi. Okey. Aydınmı? İndi text danger'ın qabağına belə bir şey deyirəm. Bu elə bilin ki çox belə bunu yazdısa baxmır artıq spesifikiyə. Deyir mən deyəndir. Yox. Okey. Bəli, yəni variantınız yoxdur. Bunu işlətmək məsləhət deyil. Okey? İşlətməyin. Var, bilin, amma işlətməyin. Okeydimi? Üzərindən gəlirəm, nə keçdik? Spesifiti. Tag adı ilə spesifitisi 001-dir. Klassla 010-dir. ID ilə 1-dir. Ha belə, important verəndə spesifiti nəzər almadan olur, amma işlətmək məsləhət deyil. Niyə yaradıblar bunu? Bəzən kitabxanalar istifadə edirik. İşte bizim spesifitini əzir. Sürətli olsun deyə, bir də kodları irəliləşməyək deyə important yazıb başqasının kodlarını əzə bilirik. Belə bir yerdə istifadə oluna bilər. Amma əslində onun da belə deyək çarəsi var. Yəni göstərirəm sizə kitabxanadan bir yerdə. Inspektini eyni yazırsan, öz kodunu yazırsan, sənin spesifikin ki üstün olur. Ona görə sənin sözün keçir. Yəni importanta yenə ehtiyac qalmır. Okeymi? Important nədir? Məsləhət deyil. İşlənmə yeri haradır? Əlavə kitabxana olar, nəsə olar, məcbur olaraq əzməyə. Çünki bizim klassımızdan daha güclü olar onunki. Atıram da işte, deyək ki, bizim adam bunu yazıb. Amma bizə bu lazımdır. Orada istifadə eləyərik. Okeymi? Biz ki kitabxanaya istifadə edirik. Ola bilər ki bizim ona təsirimiz yoxdur və ya o bizə lazımdır. Ancaq bu hissədə lazım deyil. Və ya biz ona dəyməməliyik. Və ya o bir link kimi CDN-dən gəlir internetdən. İnternetdəki datanı dəyişə bilmirik. O da onun içində olduğu üçün onun yanına important yazırıq ki. Eynən. Amma onu da yazma, göstərəcəm sizə variantlarını. Əslində tam olaraq belə bir şey yəni. Baxırsan ki o bunu verib, düzdür? Sən necə bundan daha güclü olarsan? Sadə, eynisini yazaram, artıq eyni gücdəyəm.
Qabağına bir dənə də özümdən başqa klass əlavə eləyərəm. Misal üçün nöqtə mən deyən. Mən deyən klası ilə gəlib artıq bizimki olacaq. Niyə? Çünki spesifitisi artdı. Artıq onunki 120-dir, mənimki 130 oldu. Vəsə. Amma bəzən olur ki, bu zalım gedib important yazır. Adamın özü importantı göndərir sənə. Heç nə, biz təzədən important yazırıq. Onda kiminki birincidirsə, onunkini qabağa əsas götürür. Okay? Birincidən qəsdim nədir? Deyək ki, 2 dənə mənim CSS-im var burada. Okay, gəlirəm artıq, yəni ki, hansı birinci olsa, baxın, burada da div yazıram, burada da div yazıram. Hansı ki daha sonradır, o əsas olur. Okay, bir dənə əyani göstərim. Mən burada red deyirəm. Siz orada neymişsiniz çok Yan-yana neyniyir? Mesela bir yazmamışdan da bak bir çok tərəflər yan-yana düşmüş. Bir də eləyəndə deyərsən, çünki bilmədim. Okay. Okay, burada deyirəm mavi, burada deyirəm qırmızı. Gedib baxıram görək nə olacaq. Qırmızı. Mavi. Niyə? Çünki compiler sətir-sətir oxuyur. Hansını ki axırıncı oxuyur. Onu şey deyir. Okay? Axırıncı o yadda qalır. Bəli. Bir CSS-in içərisində 2 dənə important olsa da. O isə ondan olsun. Yəni düzdür, important olan olacaq, o heç hə. Yəni gedib o birisinə important desən, hə. Deyəcək ki, Demək istəsə ikisi də importantsa, yenə yuxarıdan aşağıya səhifə oxunulmalı. Hə. Okay. Eyni olur artıq, bildin, şey kimi düşün də. Bunun arxada işləmə məntiqi necədir? HTML-i götürür, CSS-i götürür, JavaScript-i götürür. Hamısına uyğun bir dənə arxada tree structure yaradır. Tree structure vasitəsilə DOM-u tökür, saytı yaradır və müqayisə əməliyyatı zamanı baxır ki, mən səninlə necə müqayisə edə bilərəm? Klassları eynidir, ID-si eynidir, important yazılıb. Yəni bildin ki, məntiqlə özün tutursan da ki, yəni mən compilerin yerində olsaydım necə deyə bilərdim ki, bu olsun da bu olmasın? İşte axırıncı hansıda onu götürərəm. Okay. Bu formada sual varmı? Okay. Ha, indi gələk sizə bir dənə tricky suallardan şey eləyim. Burada misal üçün yenə eyni qaydada style 2-ni silirəm. Burada ayda, okay. Hansı rəng olar uşaqlar? Okay. Hansı rəng olar uşaqlar? Bence yaşlı. Yaşıl deyənlər əlini qaldırsın. Qırmızı deyənlər əlini qaldırsın. Sadəcə qırmızı olar ya. Heç bir fikir olmayan əlini qaldırsın. Okay. Kim yaşıl deyənlər niyə yaşıl deyir? Əlini qaldırsın. Mən deyim, Yox. De. Çünki eyni faylın içində olduğuna görə digər fayllara müraciət eləmir. Demək, özündə olan faylları oxuyur, əgər ona uyğun olan yoxdursa digər fayla keçir. Burada da var da Okay. Sən dediyin biraz tam doğru deyil, çünki yenə də oxuyur o birisini, amma yoldaşın dediyi doğrudur. Niyə? Gəlir buranı oxuyur. Sonra gəlir görür ki, axırda budur. Baxır ki, burada da spesifiti 001-dir, burada da 001-dir. Amma bu ondan əvvəldir. Gəlir, qırmızı olur. Amma gələrdim, mən bunu yazardım bundan sonra. Olardı. İşte. Qırmızı. Niyə? Axırıncı yazılmağa görə. Okeydimi? Amma gələrəm indi. Bunları bir dənə səliqəyə salaq. Link yukarıda olabildilərək yol yaşlı. Okeydən bir də göstərərəm. Bircə saniyə göstərəcəm. Narahat olmayın. Ha. Link axırıncı oxunur. Link deyən qırmızıdır. Nə olar?
qırmızı. Link əvvəldədir, axırıncı olan yaşıldır, yaşıl oldu. Onda belə deyək. Yetişim evdə sıra oxunur. Yəni birinci sözünü kəsməyin. Hə. Onda importantdır axırıncını oxudu bəli. Hə, və ya ikisində də important var deyə axırıncını oxudu. Amma normalda important bir dənə yerdə işlənirdi deyə important hamısını əzirdi. Amma onda mərhələ gəlir birincini oxumur. İkinci tətbiq edir də belə deyək. Amma axırıncını götürür də yəni. Birincini götürür, axırıncını götürür. Əgər spesifitisi eynidirsə. Əgər spesifiti eynidirsə, axırıncını götürür eyni. Narahat olmayın. Bunları normalda həmişə eksternaldan səliqəli işləyirik deyə qarşılaşmırıq, amma intervyuda sual kimi verə bilərlər deyə göstərirəm. Okey, yaxşı. Gəlin indi bunu gizlədim. Gedim bu salama inline kod yazım. Rəng deyin. Okey, pink seçilsin ya. Okey, bu salam nə rəngdə olar uşaqlar? Niyə? Çünki axırıncını qoyur. Okey, neyse. Olmadı. Düzdür, yəni yoldaş öz haqqıdır. Bu formada oldu. Amma olardı bunun bir klası. Misal üçün call və bu call-a deyərdik color black. Gələrdi işləməzdi. Niyə işləmədi? Olsun. Gedək baxaq görək dərdi nədir. Rəng verməmsiz ki mən. Okey. Yox, bu daha güclüdür uşaqlar. Baxın şeydən bilirəm. Mütləq yadınızda qalsın. CSS ilə bağlı istər iri sayt, istər kiçik sayt həmişə inspect açın. Və bu sizə deyir ki, düz yazmısan, kodun işləməyi işləyir. Amma inline ilə mən daha güclüyəm, daha yaxınam. Vecimə də deyil, işləyirəm. Yəni bunu silsəm, gəlib qara görərəm. Okey. Gedək bir dənə bunu ID-nin də yoxlayaq. Inline ondan internaldan güclüdür mənim. Bəli. Belə deyək, inline-ı important kimi düşünə bilərsən. Importantdan bir zəif. Onda inline internal Birbaşa sən salam Amma dərs verirsən. eynən. Amma yadda saxlayın, yazmırıq, okey? Inline-da yazmırıq. Important da yazmırıq. Tamam, indi gedirik. Spesifitini bildiyimizə görə bir dənə də vacib tagdən istifadə edirik. Ulduz tagi. Ay sağ ol. Ulduz tagi uşaqlar spesifitisi ən aşağı olandır. Tədiqlər hansı? Hə, mərcim. 0-0-0-dır. Yaxşı. İndi sizə bir dənə sual yaradır. HTML 1-dən necə belləsəm işləyir? Hə, işlədi. Hə, okey. Bunların tək mənası uşaqlar nədədir? Heç xoş bir necə bil. Olacaq. Neyse. Tamam, baxın. Deyirəm daha nəsə. Okey. Bunların tək fərqi nədir uşaqlar? Ay yaşa, SEO-dur. Amma bu görünüşü hardan alırlar? Gedirəm inspect-la baxıram, bilmirəm. Gedirəm inspect-la baxıram, görürəm ki, user agent style sheet. Yəni sizin istifadə etdiyiniz browser tərəfindən verilir. Opera olsaydı, Opera ayrı cür verə bilərdi. Firefox olardı, Firefox ayrı cür verə bilərdi. Okeydimi? O burada bu formada yazılır. Bunun var olma səbəbi nədir uşaqlar? Bunun var olma səbəbi köhnə saytlar qəşəng görünsün deyədir. İşte adam 1900 desə də sayt yazır. İşte hələ də qəşəng görünməlidir də bu. Ona görə bunu hələ də qoruyur. Ki HTML-in köhnə versiyalarında dəstəkləsin. Ki artıq 5-ci versiyada adamlar yazıb 4-ə görə, 3-ə görə, 2-yə görə, 1-ə görə falan.
dəstəkləsin deyə hələ də qalır. Yaxşı, biz səhifələrimizdə bunu istəmirik deyə bunları əvvəldən sıfırlayırıq. Bunları sıfırlamaq üçün bütün teqlərə, indi Naratomin bunları işlətdikcə özünüz də biləcəksiniz. Font size, misal üçün 16 piksel deyək. Artıq hər şey 16 piksel oldu. Mənim, baxın, kodum onun kodunu əzdi və lakin bunun spesifisi nədir uşaqlar? 000, düzdür? Yəni daha sonra mənə bu H1-ə nəsə vermək lazım olsa, bu ki ən zəifdir. Yəni problem olmadan buna istəyirəm class verim, istəyirəm divə görə, tag name-ə görə verim, istəyirəm ID-yə görə verim, əzib qəşəng kodumu işlədəcək. Yaxşı, bununla yanaşı bu belə deyək, bu cür əməliyyat reset CSS adlanır. Yəni CSS-i resetləmək. Reset CSS deyə axtarsaq, bir çox reset CSS tapa bilərik ki, baxın, belə bir şey, misal üçün H1, H2, H3, H6 və s. və s. və s. və s. hər şeyini sıfırlayır. Okeydirmi? Sizə daha rahatını göstərəcəm. O vaxtı bu ulduz yox idi deyə adam məcbur elə yazıb. Sizə öz reset CSS-imi göstərəcəm. Rahat elə 3-4 sətrə yazacaqsınız. Okey, bununla yanaşı uşaqlar normalize CSS var. Normalize CSS-lə reset CSS çox oxşardır. Normalize CSS-in reset CSS-in məqsədi brauzerin verdiyi bütün stilləri, yəni CSS-ləri sıfırlamaqdır. Normalize CSS-in özəlliyi isə bəzilərini saxlamaq və ya ona bəzi stillər verməkdir. Yəni misal üçün mən istəyirəm ki, H-lar qalsın, H2-lər misal üçün 20 piksel olsun, qalan hər şey sıfırlansın. Hə, bu artıq normalizdir. Okey? Normalize ilə resetin fərqi bu. Resetdə deyirik ki, təmiz yeri geç. Normalize deyirik ki, bəzi hissələr qalsın, bəzi hissələr mən deyən kimi olsun, bəzi hissələr sıfırlansın. Belə. Okeydirmi? Yəni əsasən reset CSS-dən istifadə edib hər şeyi sıfırlayırıq, sonra işte öz kodumuzu yazırıq. Sadəcə işte sual olsa ki, normalize nədir, reset nədir, fərqini bilin. Reseti çox eşitmişəm, amma normalize heç vaxt sual verən eşitməmişəm, amma yenə də məlumat kimi dedim. Okey. İndi gedirsiniz bir-birinizə kömək eləmədən ilk 5 dəqiqə A teqinə salam yazıram. Uley qəşəng yazaq bunu. Bunların da qabağında şey var, düzdür? Gedin A teqini, xəttini və UL-nin. Demək uşaqlar, bu hissələri keçdiyimizə görə indi gedək box modeli arxa sıra, xoşbəxt. Sən idin yoxsa? Ən arxa sol sağ. Sonra yazarsın anatomin. Burada yaxdır. Deməli, indi nə keçirik? İndi box modelə keçirik uşaqlar. Box model nədir? Hər bir teqimizin üzərinə gəlirik. Misal üçün daha qəşəng bir teqdən istifadə edək. Div olsun BF205. BF205 niyə yaşlı oldu? Hə, BF205-in üzərinə gəlirəm və aşağıda belə bir qəribə bir şey görürəm. Uşaqlar, baxın, bu elə box modeli özü göstərir. Box model bizim elementimizin özünü tutduğu yeri box modelin içəridən çölə saysaq, bu ortadakı hissə contentdir, yəni məzmunu, yəni işte yazımız varsa, özü varsa, tutduğu yer. Bax, 468 pikselin 18 pikseldə, yəni eni bu qədərdir, 468 piksel, 18 pikseldə hündürlüyüdür. Yer tutur, amma bu əsl görüntü deyil, diqqət edin, yuxarıda mən yaxınlaşdırmışam deyə, əsl görüntü əslində bu boyda, yəni 18 piksel bu boyda böyük deyil. Hə, padding uşaqlar, bunun daxildən öz sərhəddi ilə olan hissəsidir. Gəlin buna paddingini verək, borderini verək.
Div deyirəm, border 1 piksel solid black. Hə, okey. Baxın uşaqlar, buradan mən kontentimi görürəm və padding mənim sərhəddimlə aramda olan məsafədir. Okeymi? Gedib mən desəm ki, misal üçün buna gəlin background color verək. Nə qəşəng olar bundan. Gold gedər. Okey. Deməli, gedirəm. Bura deyirəm ki, padding, yəni məsafə 10 piksel. Mənim kontentim olur. Baxın, bu qədər 4 piksel hər tərəfdən 4 piksel vermişəm deyə. Padding olur, yəni məsafə. Daha sonra borderim olur. Təqribən 1 piksel. Burası 0.8-dən qeyd ediblər. Bu formada artıra bilərəm sərhəddimi. Və margin. Margin mənimlə digər elementlər arasındakı məsafədir. Və marginin ən sadə formada başa düşülmə qaydası məndən uzaqdır deməkdir. Məndən 20 piksel uzaqdır. Okey? Niyə məndən 20 piksel məsafə saxla yox, məndən 20 piksel uzaqdır? Çünki atıram 2 dənə alt-alta tag olsa, bunun altında bir dənə də div olsa, yuxarıdakı div desə ki, aşağıdan 20 piksel, aşağıdakı div desə ki, yuxarıdan 20 piksel, aradakı məsafə nə qədər olar? ISO məntiqdən 40 deyərik. Amma 20 olur. Niyə? Çünki bu məndən bu qədər uzaqdır deməkdir. Məndən 20 piksel uzaqdır, məndən 20, birimizdən 20 piksel uzaqdıraq, bu deməkdir ki, bir-birimizdən 20 piksel uzaq durmamız bəsdir. Çünki sənə də 20 lazımdır, mənə də 20 lazımdır. Elə 20 də olur aramızdakı məsafə. Okeymi? Yuxarıdakı 20 desə, aşağıdakı desə 40 olur da mən. Ay, sağ ol, hə. Ən böyük olanı götürür. Deməli, box model nədir deyə soruşulsa, box modeli say deyə soruşulsa, box model içəridən çölə sayırıqsa, content, yəni məzmunumuz və yaxud elə contenti deməyə də bilərsiniz. Padding, yəni daxildən sərhəddimizə, borderimizə qədər olan məsafə. Padding, borderdən, border işte bilinir də sərhəd. Bizim borderdən digər elementə qədər olan məsafəmiz isə margin. Gedim indi margini də tətbiq edeyim. İçəridəki kodları götürürəm ki, silinməsin. Gedirəm bir dənə də tag yazıram. Bu da olsun BF 200 2050. Bunlar hər ikisi padding sahibi divlərdir. Mən gedib deyirəm ki, bunlara bir də margin verin. 10 piksel. Və artıq bunların, baxın, 10 piksel hər yerdən, xaricdən məsafəsi olmuş olur. Okeydimi? Sual varmı? Margin bir-birimizdən bu qədər uzaq duraq. Border, sərhəddim, padding mənim daxilimdən sərhəddimə qədər olan məsafə. Sual varmı? Box model say desələr, padding, border, margin. Sual olan əlin qaldırsın. Sual olmayan əlin qaldırsın. Okey. Okey. Nə oldu? Sual nədir? İkisindən 10 piksel verir. Aha. Bayaq dediyim söhbətdə bu bir-birimizdən bu qədər uzaq duraq demək deyil. Bu bir-birimizin arasında bu qədər məsafə olsun demək deyil. Bu məndən bu qədər uzaqdır deməkdir. Sən mənə deyirsən ki, məndən 10 metr uzaqdır, mən sən deyirəm, sən məndən 10 metr uzaqdır. Bir-birimizdən uzaq durmaq üçün bizim 20 metr araya ehtiyacımız yoxdur. 10 metr bəsdir. Bu da eyni məntiqi icra edir. Okey. Hə. Bizim başqa dəyərlərimiz var. Hansı ki, çox istifadə edəcəyik. Width və height. Adından da göründüyü kimi en və uzunluq. Deyək ki, enimiz 100 piksel olsun, uzunluğumuz 50 piksel olsun. Biz demişik ki, 100 piksel ol, 50 piksel ol, düzdür? Amma gəlirəm, baxıram ki, bu qardaş
109 pikseldir, 59 pikseldir. Xeyr ola, mən sənə 150 demişəm, sən niyə bu boydasan? Paddinglərimizi yazın. Ay yaşa. Çünki padding falan filan bunlar var deyə bunun ölçüsü dəyişir. Biz əksər vaxtı bunu istəmirik deyə bunu resetləyirik. Resetləmək üçün nədən istifadə edə bilərəm ki, hər şey təsir eləsin? Eynən, ulduz deyirəm. Box sizing özəlliyi uşaqlar, bax bunu heç kim yaddan çıxartmasın. Box sizing. Bunun default dəyəri, yəni biz verməsək də olan dəyəri content box-dır. Yəni özünü indi necə aparır? Elədir. Özünü indi necə aparır bu? Özünə bunu indi biz deyirik ki, bunları götürürəm. İkincini də silim. Özünə deyirəm ki, 50 piksel ol, 100 piksel ol, baxıram, çiçək kimi 100-dür, 50-dir. Mən ki buna getdim 4 piksel paddingini verdim. Getdi, oldu 108-in 58-ə. Niyə 108-in 58-ə? Niyə 104 yox? Çünki həm yuxarısı, həm aşağısı var, həm sağı, həm solu var. Okey, əla. Yaxşı, bəs mən istəyirəmsə ki, %99 istəyirəm, sabit qorusun. 50 piksel deyirəmsə 50-də ol. İstəyir paddingin olsun, istəyir olmasın. Aysa. Bayaqçını yazırıq. Box sizing, border box. Bayaqçı halı nə idi? Content box. Okay, okay. So, content box verdiyim halda mən burada özümü öldürürəm ki, ay sənin paddingin var, o var, bu var. Bunu verdiyim üçün 50 pikselində gəlib baxıram ki, qoruyur. Divin altında yazılıb orada. 150-yə. Gəlib indi bunu götürərəm, görürəm ki, ölçüsü dəyişdi. Niyə? Çünki defaultu content boxdur. Sual var mı buradan? Okey, əl. Onda gedim sizə marginin yazılışını göstərim. Bəli. Yazıya mərcin verəndə onda yazı yerini dəyişir, yoxsa kənarlarda bölünür? Yazı yerini dəyişir. Misal üçün gedək deyək ki, bu divin zaten ölçüsü var. Bunu gedək alaq p taginin daxilinə və deyək ki, p taginə margin 10 piksel. Yəni o böyümür də. Xeyr, çünki bu şeyini qorumalıdır. Mən gəlib buradan özümü öldürüm. Yəni bu gəlib daşar. Amma biz ki sabit ölçü vermişik, valideynini dəyib dolaşmaz. Hə, valideyn anlayışı. Okey. Uşaqlar işte baxırsınız da ki, nə ki nəyin içindədir, deməli o onun valideynidir. Yəni div tagi p-nin valideynidir. P tagi də divin nə idi? Child'dır. Okeydimi? Biz indi gedək, bunları silək. Deyək ki, bir dənə H1'imiz var. Bir dənə də H2'miz var. Bunlar bir-birindən ölçü cəhətdən fərqlidir və hətta margini, nə bilim nəyi və s. və s. da var. Hardan bilirəm? Üzərinə gələm, baxıram, görürəm, 21 piksellik margini var. Burada M falan yazılıb, bunları izah edəcəm nədir? 1M 16 pikseldir uşaqlar. Burada yəqin ki, şeydən dəyişiblər, yox, 0.67 ilə verir. Ölçü vahidləri var. İşte burada da santimetrlə, desimetrlə verə bilərik. Amma əsasən piksel, M, faiz, V, H, V, W bunlardan istifadə edirik. View width, view height'dır. İzah edəcəm onlardan. Hə. Burada görürəm ki, bunların marginləri var. Mən nə edirəm ki, bunların marginləri getsin? Aysa. Marginləri sıfırlayarım. Margin 0, padding 0 ki, margin padding getsin və mütləq şəkildə box sizing, border box. Və yadda saxlayın, proyektə başladınız, bu üçünü yazın. Əlavə olaraq belə şeylər də edə bilərsiniz. Text decoration-dan, hansı ki A tagindən getsin
list style-la hansı ki siyahının bu kruqları getsin. Font. Bunlara gələcəm, hələ ki yazmayayım. Okay. Bunu artıracam, narahat olmayın. Hələ ki bunlar yazdınız, bəsdir sizə. Amma normalda font family, font size, inherit falan veririk. Ki, diqqət görəcəksiniz ki, alt teginə qırmızı deyirik. A teginin vecinə deyil heç nə. A tegini listin içində A tegi var. Listə deyirik yaşıl, A teginin vecinə deyil. A tegi yenə öz bildiyi rəngdədir. A teginə birbaşa veririk, onda işləyir. Bu niyədir? Çünki color dəyəri initialdır, inherit deyil. Yəni valideynin dəyərini miras almır. Onu da resetləyə bilərik. Mən çox vaxt eləyirəm. Okay, qısaca hələ ki beyninizi yormayın. Reset CSS, ulduz, heading 0, margin 0, box sizing, border box, text decoration'la list style'da yazarsınız, yazmazsınız, özünüz bilərsiniz. Sonra onsuz da lazım olacaq silməyə. Okay, gəlirəm buna, baxıram ki, bu həm də, belə deyək, biraz font weight-i, yəni font qalınlığı var. Ona görə font weight normal deyib. Font size yoxsa font weight? Düzdür, font size da var. Yəni fontunun ölçüsü də fərqlidir. 16 piksel deyib. İşte iş görür. Font weight qalınlıqda bold olur, misal üçün B. Word-də falan işləyəndə. Bu odur. Font size isə yazının şriftidir. Bəli. Okay. Bu formada bunu resetləyirik. İndi marginin işlənmə qaydasına baxaq. Gedirəm bu H2-yə, deyirəm ki, bəs, hətta H1-ə də bir özəllik verərik. H1 olsun margin 10 piksel, H2 olsun margin 20 piksel. Bunlara bir dənə, siz bunu yazmayarsınız, mən indi özümə lazımdır yazıram. Yəni, reset CSS-də bu yazılmaz. Okay. Getdi body'yə də verdi. Neyse. Hansı tekdir bu? O ümumi səhifə demək. Biz border verin sizə bir piksel. Neyse də bundan oynamayacağım. Ya HTML ya da body'nin özünə də rəng verib deyə bu formada gəlib. Okay. Hə. Mənim gedib baxıram ki, salamım hər tərəfdən 10 pikseldir, H2 isə 20 pikseldir. Yaxşı, bəlkə mən istəsəm ki, yanlardan 10 piksel olsun. Ay sağ. Mən əgər istəyirəmsə ki, yuxarıdan 20 piksel, buradan isə, yanlardan isə 50 piksel olsun. Gəlirəm bu formada deyirəm. Bunu gəlin seçilsin deyə. Paddingdə də eyni şeydir, ona görə paddinglə eləyək. Gəl seçildi də. Neyse. Bunu biraz az qoyum. 10 piksel. Gəlib görürəm ki, yuxarıdan 10 piksel, həm yuxarıdan, həm aşağıdan 10 piksel, sağdan, soldan isə 50 piksel verib. Yəni, birinci Y, ikinci X oxu olub. Okeydimi? Yaxşı, mən istəsəm ki, soldan 5, yuxarıdan 10, sağdan 15, aşağıdan 20 olsun. Onda nə edərəm? Saat əqrəb. Ay əşə. Gedib saat əqrəb istiqamətində yazaram. Saat əqrəbi necə gedir? Yuxarı 5 piksel, sağ 10 piksel, aşağı 15 piksel və sol 20 piksel. Gedib baxıram ki, həqiqətən də düz eləmişəmmi? Buradan baxıram ki, 5, 10, 15, 20 saat əqrəb istiqamətində yazmışam. O iki dənə mən çatmadı, yəni. Yan-yana olanda yeri yox deyə vermədi, amma buradan görünər.
birinci göstəriş 10 vermişik, yuxarı aşağı. Bura diqqət elə. İkincide solsa. Bura. İkincidə hansı olmaz? Yuxarı Yukarı ile aşağı. Ay, elə bir ki, qısa yazıram da. Mənə yuxarı aşağı lazımdır, sağ sol lazımdır, amma eyni dəyərdə lazımdır. İşdir, hamısı lazımdır eyni. Sadəcə bir dənə 10 pikselin yazıram. Artıq hər tərəfdən 10 piksel olmuş olur. Bu padding üçün də keçərlidir. Margin üçün də keçərlidir. Sual varmı? Bir dənə 4 tərəfdə, 2 dənə yuxarı, sonra sağ sol, 4 dənə saat əqrəb istiqaməti. Orada da Necə? Bordoda da bir şey yoxdur. yoktur. Amma hə, onda da left right-ı əlimizdən verə bilirik. Deyə bilirik ki, ancaq sağdan olsun. Hə. Hə. Okey. Deməli, bunu elədiyimizə görə, bunu saxlayıb praktik elətdirməyə ehtiyac varmı, yoxsa yaddaşda qalar? Okey. Onda biraz selektorların üzərinə düşəcəm. Gedək buradakı selektorlara dənə-dənə baxaq görək, bunlar nə iş görür.